Gördüm də bu dindarları da, yox hep. Bəzi də qoşulub olaraq, dindarların da bəzi qoşulub olaraq, sağ ol. Düz deyir də. Qardaş, sən elə pis tutmasın, bütün dindarların yerinə danışma, böyük söhbət eləmə. Heç bu böyük söhbət sən heç bir sahədə eləyə bilmirsən. Nədir, biraz dindarları mülayim görmüsən, belə, yəni bilirsən, elə də deyil axı. Mən görüşürəm cavanlarla, görüşürəm universitet tələbələri ilə, görüşürəm məsələn insanlarla. Nə qədər bizim cavanlarımız inanclı, imanlı, fədakar, cəmiyyəti düşünən, dini düşünən insanlarla üzbözəm. Görürəm onlar necə çalışırlar, cəhd edirlər. Bu söhbət ruhdan salmaq üçündür bəzi vaxtlar. Şeytan insanı ümidsiz eləyər. Bax, o hissdən istifadə edir. Sən natamamsan, hələ belə də qal. Harada ki insan ümidsiz oldu, orada da məhv oldu. Dinimizin ən çox dayandığı nöqtələrdən biridir ümidsiz olma.